Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 150-200 metr məsafədə, nəmişlik olmayan ərazidə, 2.2 sotun içində, tam təmirli, gir-yaşa vəziyyətində olan 4 otaqlı bir təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verəcəm, evin qiymətinin sonunda sizə deyəcəm, ev haqqında məlumatınız olsun ki, evin qiymətini deyəcəm, sənədləri haqqında məlumatı verəcəm. Gördüyünüz kimi həyətinə rahat 3-4 maşın daxil ola bilər. 2.2 sotun içindədir. Ev 6-7 daş kürsüdə inşa olunur. Su basmayan yerdir, qupquru yerdir. Yəni bir dənə qətiyyən nəmişlik yoxdur. Bir dənə zirzəmini çək. Həyətində də ayrıca bax burada sanitar qovşağıdır, təmiri vəziyyətdədir, ev ideal vəziyyətdədir. Ev ideal vəziyyətdədir, hörmətli izləyicilər. Yəni evdə problem deyil. Qoşa daş, kəmər vırılıb, yəni hər şey qaydasında. Kvadratdan da evin için sizin nəzərdə çatdıracağım, az fərq eləyəcək. Keçən də evin içində tanışın, həyəti gördünüz, yəni hər şey qaydasındadır. Evdə ideal təmir olunur. Yəni demək olar ehtiyac yoxdur. Yaşayışda olsa təmir vəziyyətdədir. Daxil olur buradan evin içinə. Girən kimi geniş dəhlizlə rastlaşırıq. Haradasa 1.70-1.80 dəhlizin enidir. Girən kimi sağ tərəfdə geniş qonaq otağı. Kombi sistemlə təchiz olunub. Pəncərələri şəbəkə pəncərələrdir. Geniş pəncərələrdir. Bax belə açırıq, baxın belə. Həm evin işıqlanması üçün də çox belə geniş bir pəncərəsi var. Sol tərəfdə girəndə dəhlizdən mətbəxdir. Mətbəxin ardası 14-15 kvadrat mətbəxin eynidir. Akıl mebellərdən yığılıb, gördüyünüz kimi hər şey hazırdır. 500'ü götürün, evdə təmiri evdir, ağ qapılardan istifadə olunub, açıq aboylardan istifadə edilib. Bura uşaq oturdu. Baxın, evin havası dəyişməsini görsən, pərdə nətər oynayır. Yəni ev havalı evdir. İşıq düşür pəncərələrdən, havalanma tam uyğundur. Sonda 2 dədə otaq buradadır. Bir yataq otağı burada, haradasa 15 kvadrat, 3'ün 5'ə. Buradan da görsüz pəncərələr rahat, evin içine işıq düşür, havalanma uyğun, tam rahat evin içine hava dəyir. Burada da bir dənə otaqdır, uşaq otağı kimi nəzərdə tutulur. Əslində hörmətli izləyicilər, 4 otaqlı evlərdə 2 otaq, uşaq otaqları olur. Qız oğlansı fərqli olur, bir dənə də geniş yataq otağı olur, bir də zal. Burada sanuzel hissəsidir, gördüyünüz kimi sanuzeldə təmiri vəziyyətdədir. Evin təmiri ideal vəziyyətdədir. Evin təmiri ideal vəziyyətdədir. Hörmətli izləyicilər, bax nəzərinizə çatdırım. Keçən indi evin sənədi haqqında deyim. Sənəd, bələdiyyə sənədidir, arxiv arayışı var. Yəni bunu nəzərinizə çatdırım ki, yəni kupça almaq mümkündür. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da, sosial əmlak səhifələrində orada evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 132.000 start qiymət ev sahibi tərəfindən təyin olunub. Real alıcısı endirimi birbaşa sahibi ilə danışacaqsınız, son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. 132.000 start qiymətdir. Allah alanı da xeyir versin, Allah satana da. Amin.